Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una ve fa'na bima allamtana ve zidna ilme ba'd. Aziz kardeşler, bildiğiniz kimi karşıdan hayırlı, fəzilətli günlər gəlir. Bu da Zilhiccə ayının ilk 10 günüdür. Allah katında savabı böyük olan, özündə xeyir əməlləri cəm edən günlərdir. Allah Azze ve Celle Kur'an-ı Kerimdə buyurur ki: "Vel-fecr ve leyalin aşr." And olsun fəcr vaxtına, and olsun 10 gecəyə. İbn Abbas radiyallahu anhuma, həmçinin Mücahid və bir çox tabiin imamları bu ayədə qəsd olunan 10 gecənin Zilhiccənin 10 günü olduğunu söyləyiblər. Həmçinin Allah Azze ve Celle buyurur ki, Allahı bəlli olan günlərdə Allah Azze ve Celle'ni zikr edin. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də hədislərində bu günlərin fəzilətini bəyan etmişdir. Buyurur ki, Allah Azze ve Celle'yə ən sevimli əməllər bu 10 gündə edilən salih əməllərdir. Sahabələr deyir, ya Resulallah, hətta Allah yolunda cihad etməkdən də daha üstündür. Yəni, əməllərin içində Allaha ən sevimli olan əməllər bu 10 gündə edilən əməllərdir. Başqa rəvsdə gəlir ki, ən əfzəl olan əməllər bu 10 gündə edilən əməllərdir. Sahabələr deyirlər, ya Resulallah, hətta Allah yolunda cihad etməkdən dəmi? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, hətta Allah yolunda cihad etməkdən də üstündür. Yalnız o kişi istisnadır ki, malı və canı ilə Allah yolunda çıxarsa və heç nə ilə qayıtmazsa. Yalnız bizə ondan üstün deyil. Yalnız ondan üstün deyil. Yəni, bundan başqa istənilən əməl bu günlərdə üstündür. Və Allah Azze ve Celle də Quran-ı Kerimdə buyurur ki, Allahı məlum olan günlərdə zikr edir. Məlum olan günlər haqqında da təfsir imamları buyurur ki, məlum olan günlər Zilhiccə ayının 10 günüdür. Və bu günlərdə salih əməllər var, xeyirli əməllər var. İnsan o əməllərə həris olmalıdır, o əməlləri etməyə və bu günləri dəyərləndirməyə çalışmalıdır. Sahabələrdən İbn Ömər radiyallahu anhədən gəlir ki, İbn Ömər radiyallahu anhə bu günlərdə təkbirləri çoxaldardı və 10 gün ərzində təkbirlər edərdi. Həmçinin Ata ibn Əbi Rabah da yolda, hər yerdə getdiyi zaman təkbirlər gətirərdi. Və sələflərdən həmçinin bəziləri gəlir, Səid ibn Cübeyr və başqalarından gəlir ki, onlar 10 gün daxil olduqda evlərinin qapısını bağlayıb gecə-gündüz ibadət edərdilər. Və bu günləri ayrıca qiymətləndirərdilər. Cəfər ibn Süleyman rahimehullah buyurur ki, Səbit el-Bunanini, Əbu Hüreyra radiyallahu anh tələbəsini gördüm ki, deyir, 10 gün daxil olduqda insanları hədis rivayət etməyi dayandırardı və zikr məclislərini dayandırardı. Sonra deyərdi ki, Allahu Ekber, la ilahe illallah, Vallahu Ekber, Allahu Ekber, və lillahil hamd. Və deyərdi ki, bu günlər zikr günləridir və insanlar da onun etdiyi kimi edərdi. Həmçinin Cəfər ibn Süleyman buyurur ki, Məlik ibn Dinarı da gördüm, o da eyni əməli edirdi. Və bu günlərdə, əziz müsəlmanlar, bir çox fəzilətli əməllər var, xeyirli əməllər var ki, biz bu əməllərə həris olmalıyıq, bu əməlləri etməliyik. Bu əməllərin birinci başında Allah Azze ve Celle'ni zikr etməkdir. Allah Azze ve Celle'nin zikri hər şeydən böyükdür ki, Allah Quranda buyurur ki, وَلَذِكْرُ ekber, Allahın zikri hər şeydən böyükdür. Həmçinin Allah Azze ve Celle cənnət hazırladığı sinif insanlardan buyurur ki, Allahı çoxlu zikr edən kişi və qadınları zikr edir, onları da sayır. Həmçinin Allah Azze ve Celle buyurur ki, يَا اِيهُ الَّذ۪ينَ اَمَنُوا zikran kəthira. Ey iman gətirənlər, Allahı çoxlu zikr edin. Yəni, zikr elə bir ibadətdir ki, Allah Azze ve Celle o ibadətdə hədd qoymadan bizə buyurub. Müəyyən bir say, çərçivə qoymadan bizə buyurub. Yəni, saysız, çərçivəsiz o ibadəti edirsən. Və bu günlərdə insan zikri çoxaltmalıdır. Bu 10 gündə
Allah Azze ve Celle'nin zikrini çoxaltmalıdır. Və Allah Azze ve Celle'nin zikri həqiqətən Allah qatında ən xeyirli əməllərdəndir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, sizə ən xeyirli əməlinizi, Allah qatında ən təmiz əməlinizi sizə xəbər verimmi? O əməl ki, sizə düşmənlə qarşılaşmaqdan və sizin onların boynunu vurmaqdan, onların sizin boynunuzu vurmaqdan, sizin qızıl və gümüş sədəqə etməyinizdən daha üstündür. Sahabələr deyir, xəbər ver, ya Resulallah. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allah Azze ve Celle'ni zikr etməkdir. Allah Azze ve Celle'ni zikr etmək insan üçün digər ibadətləri asanlaşdırır. Digər ibadətlər sənin üçün asanlaşır. Necə ki, Abdullah bin Busr radiyallahu anh gəlir, deyir, ya Resulallah, İslamın əhkamları çoxalıbdır. Mənə çətin gəlir, mənə bir əməl öyrət. Yəni, nə demək istəyir? Mənə elə bir əməl öyrət ki, o əməl etdikdə İslamın əhkamları mənim üçün asanlaşsın. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allah'ı zikr etməkdən daima dilin yaş qalsın. İnsan bu günlərdə zikri çoxaldır. Xüsusilə də bu günlərdə varid olan zikri etmək. O da hansı zikirdir? Bu günlərdə edilən Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Vallahu Ekber, Allahu Ekber, Velillahil hamd. Bu zikri çoxaltmaq. Buna bu təlbiyəni, bu zikri, bu bayram zikirlərini etmək mütləq olanı var, bir də qeydlə olanı var. Mütləq olan hansıdır? Zilhiccə ayı göründükdən artıq ay göründü, deyək ki, məsələn, desələr ki, bu axşam ay göründü, bayram namazına qədər istənilən vaxtı etməyindir bu zikri. Mütləq olaraq. Yəni, yol gedəndə, bazara girəndə, evində olanda, hər bir halında uca səslə bu zikri edirsən. İnsanlara da xatırladırsan. Necə ki, az öncə oxuduğumuz kimi İbn Ömər radiyallahu anhümə bazara girərdi. Bu 10 gündə bu Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Vallahu Ekber, Allahu Ekber, Velillahil hamd deyə zikr edərdi. İnsanlar da onun zikrinə qoşulardı və bazarlar silkələnərdi. Həmçinin məscidlərdə edərdilər. İbn Abbas radiyallahu anh məscidə girib edərdi. Məscid silkələnərdi insanların təkbirindən. Bu zikirləri bayram namazına qədər edirsən. Bayram namazından sonra isə Zilhiccə ayının 13-nə qədər isə onu müqayyət deyirlər, qeydlə etmək. Yəni, hər namazdan sonra edirsən. Bayram namazını, 10-cu gün bayram namazını qıldın. Ondan sonra 10-cu günün zöhr namazından sonra başlayır. Zöhr namazında, əsr namazında, hətta bəziləri Arafa günündən artıq müqayyət olaraq başlayır. Qeydlə, Arafa günündən başlayır. Sən nə vaxta qədər davam edirsən, 13-cü günü məğribə qədər qeydlə hər namazdan sonra bu zikirləri namazlardan sonra edirsən. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisində buyurur ki, zikrin fəziləti barədə buyurur ki, dünya və dünya içində olan hər şey lənətlənmişdir. Dünya və dünya içində olan hər şey lənətlənmişdir 4 şeydən başqa. Allahın zikri, Allah Azze ve Celle'ni zikr etmək və ona tabi olan şeylər. Quran oxumaq və s. kimi, bu da zikrə tabi olandır bu iki, alimdən və öyrədəndən və öyrənəndən başqa. Bu 4 şeydən başqa hər bir şey nədir? Lənətlənmişdir, məlundur deyir. Yəni, insan çalışmalıdır bu 4 şeyi də özündə cəm etsin. Həmçinin, əziz müsəlmanlar, bu günlərdə xeyirli əməllərdən biri də Quran-ı Kərimi oxumaqdır. Quranı xətm etməkdir. Çünki dediyimiz kimi, bu günlərdə edilən bütün ibadətlər ilin istənilən vaxtında edən ibadətlərdən üstündür. Yəni, indi deyəcək, bəzilər ola bilsin, sual verə bilər ki, hətta Ramazanın axır 10 gecəsindən dəmi? Bəzi alimlər deyir, bəli, hətta Ramazanın axır 10 gecəsindən də, bəziləri deyir ki, xeyr. Cəm edirlər ki, Ramazanın axır 10 gününün gecələri üstündür, Zilhiccənin isə ilk 10 gününün gündüzləri üstündür. Və bu şəkildə də bütün dəlilləri cəm etmiş olursan. Və alimlər deyirlər ki, hətta Ramazanda verilən sual var, gələ bilər ki, Ramazanda verilən zəkat mı üstündür, Zilhiccədə verilən zəkat mı üstündür?
Şək yoxdur ki, Zilhiccənin ilk 10 günündə verilən zəkat üstündür. Ramazanda verilən sədəqə üstündür, yoxsa Zilhiccənin ilk 10 günündə verilən sədəqə üstündür? Şək yox ki, Zilhiccənin 10 günündə verilən sədəqə üstündür. Ramazanda insanları yedirmək üstündür, yoxsa Zilhiccənin 10 günündə yedirmək üstündür? Şək yoxdur ki, Zilhiccənin 10 günündə yedirmək üstündür. Çünki niyə? Rasulullah s.a.v. buyurur ki, ilin bu günlərdə edilən salih əməllər ən üstün əməllərdir. Yalnız bir əməli istisna edir. Qalan bütün əməllərdən deyir, ən üstünü bu 10 gündə edilən əməllərdir. Həmçinin dediyimiz kimi, Quran oxumaq, əziz müsəlmanlar, xeyirli əməllərdəndir. Sələflər bu 10 gündə bəziləri 3 günə bir xətm edərdi, bəziləri isə hər günə bir xətm edərdilər. O günü, bu günləri dəyərləndirərdilər. Həmçinin Allah Azze və Cəllənin bizə buyurduğu xeyirli əməllərdən biri də dediyimiz kimi sədəqələri çoxaltmaqdır. Nafilə sədəqələr vermək. Kimin isə zəkatının vaxtıdırsa, şək yoxdur ki, zəkatını verməsi onun üçün xeyirlidir. Həmçinin əziz müsəlmanlar, bu günlərdə edilən ən üstün əməllərdən biri də və yaxud ən üstünü demək olar ki, Allahın evini həcc etməkdir. Allah Azze və Cəllə insanlara onu farz etmişdir. وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا. Gücü çatan insanlara Allahın evini həcc etməyi Allah onlara nədir? İnsanlara farz etmişdir. Onlara buyurmuşdur. Və həcc ibadəti əzəmətli bir ibadətdir. O ibadət ki, Allah Azze və Cəllə onun qarşılığını yalnız cənnəti vəd edir. Peyğəmbər s.ə.v buyurur ki, Əl-həccül məbrur, leysə ləhu cəzəun illəl-cənnə. Qəbul olan həccin qarşılığı yalnız cənnətdir. Başqa hədisdə buyurur ki, kim bu evi, yəni Kəbəni Allah üçün həcc edərsə, həccində günahlardan, fasiqlikdən çəkinərsə, mübahisədən çəkinərsə, anasından doğulduğu gün kimi günahsız dönər. Baxın, həccin qarşılığı nə qədər böyükdür. Və insan, yəni əgər imkanı varsa, üzərinə artıq vacibdirsə, bu əzəmətli ibadətə tələsməlidir. Həmçinin, əziz müsəlmanlar, bu günlərdə edilən fəzilətli, xeyirli əməllərdən biri də qurban kəsməkdir. Qurban kəsmək ibadətidir və Allah Azze və Cəllə qurbanın şənini Quranda uca tutur və onu dinin ikinci rükünü ilə bərabər zikr etmişdir. فَصَلِّ لِرَبِّكَ وَنْحَرْ. Rəbbin üçün namaz qıl və qurban kəs deyir. Rəbbin üçün namaz qıl və qurban kəs. Namazla bərabər zikridir. Qul inna salati və nusuki və məhyaya və məmati lillahi rabbil aləmin. De ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Baxın, Allah Azze və Cəllə hər iki ayədə qurbanı nə ilə bərabər zikr etdi? Namazla bərabər zikr etdi. Və qurban ibadəti əzəmətli ibadətlərdəndir. Və insanın gücü çatırsa, bunu yerinə yetirsin. Allah üçün o qanı axıtsın, o qurbanı kəssin. Və bu barədə inşallah qurbanla bağlı ayrıca inşallah bizim dərsimiz olacaq. Qurbanın əhkamları ilə kəsilmə qaydasından tutmuş ən incə detallara bağlı inşallah təfsilatlı şəkildə qurbanlıqdan öncə dərsimiz olacaq. Lakin qısaca olaraq burada bir şeyi qeyd edək ki, kim ki qurban kəsəcəksə, udhiyə qurbanı kəsəcəksə və bu insan Zilhiccə ayı girməzdən öncə saçından və dırnağından götürsün ki, Zilhiccə ayı girdikdən sonra saçından və dırnağından götürmək olmaz. Necə ki, Rasulullah s.a.v. hədisdə buyurur ki, kim ki qurban kəsmək istəyirsə, Zilhiccə ayı daxil olduqdan sonra saçından və dırnağından götürməsin. Yəni, qurbanını kəsənə qədər, 10-cu günü qurbanını kəsənə qədər saçından və dırnağından götürməsin. Və bugünkü gündən, bugündən sonra, həftənin 6-cı günü Zilqədənin 29-cu günüdür. Həftənin 6-cı günü, yəni may ayının 16-sı, Zilqədənin 29-cu günüdür. Yəni, ehtimal ola bilər ki, may ayının 17-si Zilhiccənin biri olsun. Ona görə də ehtiyata hər kəs may ayının 16-sı məğribə qədər
qurban kəsəcək hər kəs saçından, dırnağından götürsün ki, yəni bədənindən hər hansı bir tük götürmək olmaz artıq. Zilhiccə daxil olduqdan sonra həmin insanlara bədənlərindən tük götürmək icazəli deyil. Və o da ta ki qurbanını kəsənə qədər o davam edəcək. Bu hökmlər kimə aiddir əziz müsəlmanlar? Bu hökmlər qurbanı kəsəcək ailə başçısına aiddir. Yəni ailə üzvlərinin hamısına aid deyil. Ailə üzvlərinə aid deyil. Bu yalnız ailədə qurban kəsəcək bir insana aiddir. Əgər bu ailədə qurban kəsilməyəcəksə, maddi imkanları yol vermirsə, o zaman bu hökm onlara aid deyil. Və kəsəcəklərsə, deyək ki, ailə başçısı kəsirsə, bu hökm ona aiddir. Bu hökm kimə aiddir? Yalnız ailə başçısına. Yəni kim ki pul verib kəsirsə, hökm yalnız ona aid olur. Və o hökmə diqqət etməsi lazımdır. Dediyimiz kimi Zilqədə ayının 29-u bu il may ayının 16-sına düşür. 16-sı məğribə qədər kim ki saçından, dırnağından götürmək istəyirsə götürsün. Çünki ehtimal ola bilər ki, may ayının 17-si Zilhiccənin biri olsun. Ay görünərsə, görünməzsə may ayının 18-i Zilhiccənin biri olacaq. Və bunun əsasında da Qurban Bayramı buna görə biləcək. Ya may ayının 26-sı olacaq Qurban Bayramı, yaxud da 27-si qurbanlıq daha doğrusu başlayacaq qurbanlığın birinci günü. Qurban Bayramı da 4 gün davam edir. Yəni qurbanını insan 4 gün ərzində kəsə bilər. Yəni Zilhiccənin 10-u, 11-i, 12-si və 13-ü məğrib namazına qədər qurbanını kəsə bilər. Bu barədə inşallah dediyimiz kimi qurbanlıqla bağlı ayrıca təfsilatlı məlumat verəcəyik. Həmçinin əziz müsəlmanlar, bu günlərdə Zilhiccənin 10 günündə edilən xeyirli əməllərdən insanın nafilə namazlarını çoxaltmasıdır. Nafilə namazları artırmasıdır. Çünki namaz insanı qulu Allaha yaxınlaşdıran ən xeyirli əməllərdəndir. İnsanı Rəbbinə götürən ən xeyirli əməllərdəndir. Həmçinin əziz müsəlmanlar, bu 10 gündə edilən əməllərdən biri də bu 10 günü 9 gününü oruç tutmaqdır. Peyğəmbər sallallahu əleyhi və səlləmdən varid olur ki, Rasulullah sallallahu əleyhi və səlləm Zilhiccənin 9 gününün hamısını oruç tutardı. Və ən üstünü də onların içərisində Arafa gününün orucudur. Rasulullah sallallahu əleyhi və səlləm Arafa gününü, yəni Zilhiccə ayının 9-cu gününün orucu haqqında soruşulduqda deyir ki, bir il keçmiş, bir il gələcək günahlara kəffarədir. 2 ilin günahlarına kəffarədir. Ona görə müsəlman həris olmalıdır. Bu barədə sual da ola bilsin, soruşula bilər ki, bir insanın Ramazandan qəzası varsa, Zilhiccə orucunu tuta bilərmi və yaxud Arafa orucunu tuta bilərmi? Cavab odur ki, bəli, tuta bilər. O, Ramazan qəzası bitməmiş tutmamaq nəyə aiddir? Bir dənə Şəvval orucuna aiddir. Amma insan Ramazan qəzası bitməmiş Zilhiccənin orucunu tuta bilər, Arafa orucunu tuta bilər, Aşura orucunu da tuta bilər və digər oruçları da tuta bilər. Yəni ki, hansı ki, o mövsümi vaxtı itməyən oruçlar. Məsələn, insan deyir ki, bəzən belə bir suallar da gəlir ki, Zilhiccənin mən bugün oruç tutmaq istəyirəm, qəza niyyəti ilə Ramazanın buraxdığım günlərinin qəzasını tuta bilərəmmi? Deyir ki, xeyr, qəzanın vaxtı var. Gələn Ramazana qədər vaxtım var. Bugün Arafa orucu niyyəti ilə tut ki, 2 il keçmiş günahları var, 1 il keçmiş və 1 il gələcək günahlarına kəffarə olmağına səbəb olsun. Və o insan çalışmalıdır bu oruçlara, yəni 9 günün hamısını oruçda keçirməyə həris olsun. Gücü yetməzsə ən azından Arafa orucunu tutsun. Həmçinin əziz müsəlmanlar, bu günlərdə edilən xeyirli əməllərdən, yəni insanların artıq bayram əhval ruhiyyəsini hiss etməsidir. Yəni artıq bayrama hazırlaşmasıdır. Yəni bayrama da təbii ki, hazırlaşmaq, yəni insanın özəl olaraq yeməklər və s. düşünmək yox. Yəni o qanı axıdandan sonra bir ibadəti yerinə yetirmiş olacaqsan. Rəbbinə şükürü yerinə yetirmiş olacaqsan. Yəni ümumi bütün digər söyləmədiyimiz digər ibadətlərlə hazırlaşmaqdır. Tövbəni artırmaqdır.
tövbəni çoxaltmaqdır, istiğfarı artırmaqdır, Allah Azə və Cəllədən günahlarına tövbə etməkdir. Bu 10 günə günahsız şəkildə daxil ol. Günahlarına tövbə edərək daxil ol və bu şəkildə hazırlaşmaqdır. Hazırlıq dedikdə əsl hazırlıq bu 10 günə hazırlıq bu şəkildə olur. Bayrama hazırlıq bu şəkildə olur. Yoxsa evi bəzəməklə, cürbəcür yeməklərə niyyətlənmək, cürbəcür yeməklər bişirmək, xeyr, hazırlıq bu deyil. Bayram hazırlığı, yəni bu 10 gün daxil olmazdan öncə tövbə etmək, etdiyin günahlara tövbə etmək, o günahlardan qayıtmaq və bu 10 günə günahsız şəkildə daxil olmaqdır. Çünki zaten biz haram aylarındayıq. Allah katında 4 haram ay var. Zilqadə ayıdır, hansı ki biz hal-hazır içindəyik, Zilhiccə ayıdır və Muharram ayıdır. Bir də Rəcəb ayıdır. Bu aylarda Allah təala buyurur ki, bu aylarda, haram aylarda özünüzə zülm etməyin, yəni günahlar etməyin. Özümüzə zülm etməyi qadağan edib və özümüzü zülmdən, yəni nəfsimizə zülm etməkdən özümüzü qorumalıyıq. Allah Azə və Cəllə istəyirəm ki, biz eşidib faydalananlardan eləsin, eşidib yaxşısına tabi olanlardan eləsin. Subhanəkallahumma bihamdik, əşhədu ən la iləhə illə ənt, əstəğfiruka və ətubu ileyk.